Kanal müalicəsi ağrılıdırmı? Bu klinikada ən çox eşitdiyimiz suallardan biridir. Çox insan kanal müalicəsi sözünü eşidən kimi qorxur. Amma əslində kanal müalicəsi ağrı yaratmır. Mövcud ağrını aradan qaldırmaq üçün edilir. Pasientlər bizə adətən güclü diş ağrısı, gecə sancısı, isti, soyuğa həssaslıq və şişkinliklə müraciət edir. Bu isə dişin içindəki sinir toxumasının iltihablandığını göstərir. Kanal müalicəsi məqsədi həmin zədələnmiş toxumanı təmizləmək, infeksiyanı aradan qaldırmaq və dişi çəkilməkdən qorumaq. Bəs prosedurun özü ağrılıdırmı? Xeyr, müasir stomatologiyada kanal müalicəsi lokal keyitmə altında edilir və prosedur zamanı ağrı hiss olunmur. Hətta çox pasient sonradan deyir, mən düşündüyüm qədər çətin deyilmiş. İnsanların qorxusu əsasən illər əvvəlki stomatologiya təcrübələrindən qalır. Amma bu gün texnologiyada, avadanlıqlarda yanaşma da dəyişib. Kanal müalicəsi artıq daha komfortlu və təhlükəsiz şəkildə aparılır. Ən vacib məqam isə budur ki, müalicəni gecikdirmək problemi böyüdə bilər. İnfeksiya yayıldıqda ağrı daha da artır, şişkinlik yaranır və bəzi hallarda dişi xilas etmək mümkün olmur. Müalicədən sonra 1-2 gün müddətində həssaslıq normal sayıla bilər və bu adətən müvəqqəti olur. Unutmayın, kanal müalicəsinin məqsədi dişi çəkmək yox, onu qorumaqdır. Əgər sizdə uzun müddət keçməyən diş ağrısı, həssaslıq və ya gecə sancıları varsa, müayinəni gecikdirməyin.